Hətta bəzi sələf imamları, siz təsəvvür edin, o qədər şiddətli həris idilər ki, bəzi sələf imamları həccə ayaqla getmədiyinə görə peşman olurdular. İbn Abbas buyurur ki, sahabə, heç bir şeyə görə təəssüflənmirəm deyir. Yalnız kaş ki həcci piyada etmiş olaydım. Yəni ayaqla. Mücahid rahiməhullah deyir ki, İbrahim və İsmail Peyğəmbər həcci piyada etmişdilər. Həmçinin El-Cəssas rahiməhullah Əhkamül Quran kitabına rəvayət gətirir ki, Həsən İbni Əli 25 dəfə Mədinədən Məkkəyə ayaqla həcc edib. Halbuki yanında minmək üçün dəvələr də var idi. Lakin ayaqla həcc edib. O qədər həris idilər. İbn Hibban rahiməhullah Tavus İbn Kiysən haqqında deyir ki, Həccə 40 həccətən və kənə müstəcəbə də'va 40 il həcc etmişdi. Yəni 40 dəfə, hər il 40 dəfə həcc etmişdi. Və duaları qəbul olan insanlardan idi. Həmçinin Muğira İbn-ül Həkəm Əs-Sənəani rahiməhullah haqqında deyilir ki, Yəməndən Məkkəyə ayaqla həccə gedərdi. Və kənə ləhu virdun minəl-leyl yəqrəu fihi kullə leylətin thuluthəl Qur'an. Siz təsəvvür edin, Yəməndən Məkkəyə ayaqla, hardasa 1000 kilometr, 800, 1000, 1100 yaxud aşağı yuxarı, yəni uzun bir məsafədir. Və hər gecə də deyir, Qur'anın 1/3-ni oxuyurdu deyir. Ayaqla həcc edib və hər gecə Qur'anın 1/3-ni oxuyardı.